Bəli, elə bu və digər istiqamətlər üzrə studiyamızda da müzakirə aparacağıq. Dediyimiz kimi müharibə dayanır deyilir. Ən azından 15 günlük atəşkəslə bağlı razılaşma var. Bəs sivilizasiya məhv olunacaq anonsu nə demək idi? Və yaxud da 15 gün ərzində atəşkəsin olması sonraki mərhələdə müharibənin tam dayanması mı anlamına gələcək? Hərbi ekspert Ədalət Verdiyevlə danışacağıq. Ədalət bəy, zəhmət olmasa yaxınlaşın masamızın ətrafına. Hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Hər vaxtınız xeyir, xoş gördük. Ədalət bəy, birinci ondan başlayaq ki, Donald Trump'ın sivilizasiya məhv olunacaq açıqlamasından sonra elə biz studiyada danışdıq bundan öncəki saatlarda. Nüvə müharibəsinə çevrilə bilər şəklində informasiyalar sosial şəbəkələrdə sürətlə yayımlanmağa başladı və gecə bir çoxunun yuxusu elə bu səbəbdən də ərşəyə çəkildi. İstəyərdim ki, elə bunun üzərindən danışaq ki, bu bir doğrudan da nüvə silahı anonsuydu, yoxsa sadəcə Amerika Birləşmiş Ştatları qorxutmağa çalışırdı. Nə üçün deyirəm? İran razı olmasaydı, yəni Donald Trump hansı qərarı verəcəkdi gələcəkdə belə bir təhlükələrin olacağı təqdirdə addımları hesablamaq üçün? Donald Trump'ın sivilizasiya məhvi barədə verdiyi açıqlama ilə bağlı mənə də dünən çox müraciətlər oldu. Efirlərdən də mən bu fikri səsləndirdim. Bu qətiyyən nüvə silahından istifadə mənasını daşımırdı. Burada Trump daha çox müharibə apardığı və İranın Sepah rejimini, Molla rejiminin nəzərdə tutduğu ehtimal olunurdu. Çünki diqqət etdinizsə, bu açıqlamaların ardınca zərbələr İranın daha çox körpülərini, dəmir yollarını, Xark adasını, ümumiyyətlə tək Xark adasına 50 zərbə endirildi. 8 körpünün məhv edilməsinə dair görüntülər yayıldı. Paralel olaraq da gecə saatlarında Britaniya ərazisində yerləşən ABŞ aviabazasından 7 ədəd B-52 strateji bombardmançı təyyarələr havaya qalxdı ki, onlar da ABŞ-ın əlində olan ən ağır QBU-57 beton dələn 13 ton 600 kiloqram kütləyə malik bombaları daşıya bilən vasitələrdir. Yadınızdadırsa, keçən ilin iyun ayındakı 12 günlük müharibədə də müharibəyə əsasən İsrail ilə İran arasında baş verdi. Amma müharibənin son nöqtəsi məhz bu bombardmançıların İranın ərazisinə çatması və orada 3 nüvə obyektinin Natans, Fordo və İsfahanı bombalamasından sonra İran atəşkəsə razı oldu və bunu yenə də qələbə kimi elan etdilər. Baxın, ABŞ gəlir, bombalayır, sən də təklif edirsən atəşkəs və sonra da atəşkəslə razılaşması əldə olunan kimi də qələbə. Yenə eyni senarini görürük. Britaniyadan həmin qırıcılar havaya qalxanda anladılar ki, ABŞ bu məsələdə zarafat etmir. Ümumiyyətlə, Trump'ın açıqlaması ümumilikdə talihsiz bir açıqlama idi. Sivilizasiyanı məhv etmək kimin nəyinə lazımdır ki, indiki dövrdə? Terrorsunu məhv edə bilərsən və yaxud da terror təşkilatı elan olunmuş Haması mı, Hizbullahı mı, Sepahı mı, Husiləri mi, Ənsarallahı mı, bunları vura bilirsən, bunları məhv edə bilirsən. Amma sivilizasiya niyə məhv olsun ki? Bu sivilizasiyanın içində ərəblər var, farslar var, mütərəqqi insanlar var, bizim soydaşlarımız var və s. və əlaxır, bəlucular var. Onların günahı nədir? Burada minlərlə günahsız insanlar var idi ki, dünənə qədər İran özü 32 min bəzi mənbələrə görə, 32 min bəzi mənbələrə görə 60 minə qədər bu rəqəm yüksəlirdi. İnsanını meydanlarda güllələdi. Yəni, bu rejim öz insanına qarşı atəş açan bir rejimdir. Sən rejimlə mübarizəni apara bilərsən, rejimə qarşı hansı addımlar ata bilərsən, onun məhv edilməsi üçün bəyanat da verə bilərsən. Amma ümumilikdə sivilizasiyanın məhv edilməsi təbii ki, indiki dövrdə həm də əlində nüvə silahı olan və bu nüvə silahını nə zamansa daha əvvəllər bir dəfə artıq tətbiq edən ABŞ prezidenti dilindən səslənməsi təbii ki, yanlış bir şeydir və buna da qarşı dünyanın bir çox tanınmış media qurumları, ictimai şəxslər, siyasətçilər öz təpkilərini bildirdilər, o cümlədən də Azərbaycanla. İstəyərdim ki, İran ordusunun komandanı Əmir Xatəminin də açıqlamasını gətirək monitora və xatırladım, daha sonra
gələcək proseslərlə bağlı düşünürəm ki, bu həm də bir mənzərə yaratmış olur. Birləşmiş Ştatların şərtləri diktə etdiyi dövr başa çatdı və bizim şərtlərimizi diktə etdiyimiz, onların isə bunu yerinə yetirdiyi dövr başladı. Amerika Birləşmiş Ştatlarının nüfuzu məhv edilib və bunu bütün dünyaya göstərdi. İndi heç kim, hətta onun ən yaxın müttəfiqləri belə ondan qorxmur, Trumpa hörmət eləmir. Təbii ki, bu şişirdilmiş informasiya müharibəsinin bir hissəsidir, amma doğrudan da mı Birləşmiş Ştatların diktə elədiyi, şərtlərini irəli sürdüyü dövr başa çatır deyə hesab edirsiniz? Baxın, mən hesab edirəm ki, bu müharibənin atəşkəslə başa çatacağı ehtimalı çox azdır. Halbuki biz Azərbaycan olaraq bu müharibənin diplomatik danışıqlar yolu ilə həllində maraqlıyıq, ən azından soydaşlarımız var və bu bizim sərhəddimizdə davam edən iki ən böyük müharibədən biri idi. İndi bu belə bir bəyanatların verilməsi atəşkəs prosesini tamamilə darmadağın edə bilər. Bu bir. Çox yanlış, talihsiz bir açıqlamadır bu da öz növbəsində. Niyə görə? Baxın, Birləşmiş şərtləri diktə etdiyi dövr başa çatdı. Necə başa çatdı? Necə başa çatdı? İranın itkilərinə bir baxırmı bu Hatəmi? Sepah rəhbərliyi, ölkənin dini rəhbərliyi bir neçə dəfə dəyişib. Sepah generallarının, ölən sepah generallarının sayı həlak olan ABŞ əskərlərinin sayından bir neçə dəfə çoxdur. Baxın, birdən ABŞ generalı, polkovniki belə həlak olmadı. İki pilotları vardı İran ərazisində. Həmin Hatəminin borcu idi ki, həmin pilotları tapsın, əsir götürsün. Bəlkə də bu, danışıqlar masasında İran üçün müəyyən, belə deyək də, müsbət məqamlar formalaşdıra bilərdi. Bunu da edə bilmədiniz. Dünyanın o başından gəldilər, bombaladılar, cəmi bir təyyarə itirdilər, o təyyarəni də pilotların götürüb geri getdilər. Amma İranın itkiləri bugün 2076 nəfərdir, bunun da içərisində 100-ə yaxın rəhbər şəxs var yalnız. Bu kiçik bir rəqəm deyil. İrandan, İsraildən və ya ABŞ-dan bir dənə rəhbər şəxsin ölməsinə dair məlumat təsdiqləndi mi? Feyk dalıca feyk buraxdılar. F-35'ləri vurmuşuq. Netanyahu dəfn etmişik bir neçə dəfə. Nə bilim, keçən ilin iyun ayında da bunlar qələbəni qeyd edib meydanlara tökülmüşdülər. Öz vətəndaşlarını güllələyən bir rejim dünənləri ABŞ-ın xəbərdarlığından sonra vətəndaşlara yalvarmağa başladılar ki, çıxın elektrik stansiyalarının ətrafına canlı şit yaradın. Hansı dövlət bunu edir? Harada rast gəlmişik belə bir addıma? İnsandan, silahsız vətəndaşı elektrik stansiyasının ətrafına yığmaq kimə yaraşır? Olmaz ki, həmin elektrik stansiyasını, əgər sən həqiqətən də ABŞ-ı məğlub edəcək bir qüvvəyə maliksənsə, o zaman həmin obyektlərin havadan müdafiəsini təşkil edə. Vəzifələrinizi yerinə yetirmirsiniz, amma bu danışıqlar prosesini də pozmaq üçün bəziləri əlindən gələni edir. Mən düşünmürəm ki, indiki vəziyyətində İran ABŞ-a qarşı hansısa tələblər irəli sürə bilsin, təkliflər verə bilir. Amma bu təkliflər tələb olamaz. Danışıqlar masası varsa, ortada da Pakistan kimi nüfuzlu bir dövlət başçısı və Pakistanın müdafiə naziri varsa, əlbəttə ki, bu müsbət bir haldır ki, atəşkəs əldə olundu. Ən yaxşı müharibədən belə ən pis atəşkəs yaxşıdır. Belə bir atəşkəs var ikən, olmaz ki, bir qədər ritorikanı yumşaldıb, masaya oturub, masa ətrafında prosesləri müzakirə edəsiniz. İstənilən halda ABŞ İrana qarşı ilkin tələbləri vardır, rejimin dəyişməsi məsələsi var, nüvə proqramının dayandırılması, raket texnologiyasından imtina və s. Bəndlərin sayı çoxdur. Hörmüz boğazı ilə bağlı və s. tələblər vardı. İndi bu tələbləri masada müzakirə edib, yəqin ki, bir bazarlıq olacaq. Bir addım ABŞ geri atacaq, 2 addım da İran geri atacaq. Belə bir halda yenidən hərbçilərin belə bir bəyanat verməsi bir mənalı olaraq gözlənilən bu danışıqlar prosesinin pozulmasına hesablanıb. Daha əvvəl də biz görürdük ki, İran prezidenti Pezeşkiyan da, müəyyən qədər Xarici İşlər Naziri Arakçı da yumşaldılmış bir bəyanatlar verdiyi halda Sepah öz generalları ilə tam fərqli addımlar atırdı. Və hətta Arakçının Sepah komandirlərini yola gətirdiyi də bu məsələdə deyil. Bəli, bəli.
söhbət ondan gedir. Yəni İranda dünənə qədər indi bu verilən bəyanat var. İndi Sepah bunu əməl edəcəkmi? Buna zəmanət verən varmı? Belə bəyanatlar olacaqsa ABŞ nə addım atacaq? Və mən ümid eləmirəm ki, 100%lik belə deyək, davamlı bir sülh əldə olunacaq. İsrail bu məsələyə tamamilə razı qalacaq mı? İsrailin elə yanaşması var. Bir dənə zəhmət olmasa o xəbəri oxuyum, daha sonra davam edək. İsrailin Beyteynu partiyasının sədri, keçmiş yeri gəlmişkən müdafiə naziri də olub, Liberman bir açıqlama verib. Deyib ki, İsrail yenidən İrana qarşı hərbi əməliyyata qayıtmağa məcbur olacaq. Xəbərləri təqdim edərkən kadrlardan çıxmayın, xahiş edirəm. Sabiq nazir İranla atəşkəsi sərt tənqid edərək bunun İsrail üçün doğru qərar olmadığını da bəyan edib. Atəşkəs Ayətullah rejiminə fasilə və öz qüvvəsini yenidən təşkil etmək imkanı verir. Daha çətin şərtlər altında başqa bir hərbi əməliyyata qayıtmalı olacaq. İsrail tərəfi belə hesab edir ki, sizin də az öncə vurğuladığınız kimi hərbi əməliyyatlar davam edə bilər, hətta daha ağır şərtlər altında. Əgər hərbi əməliyyatlar bərpa olunsa, sizcə şərtlər öncəkindən daha ağır mı olacaq? Bilirsiniz, əvvəlki şərtlər ilə sonraki şərtlər arasında İsrail və ABŞ-ın davranışında bir fərq görmürük. Sadəcə atəşkəs olunduğuna görə Trump ritorikasını bir qədər yumşatdı da. Bir neçə saat əvvəl sivilizasiya məhvindən danışan lider İran xalqına təşəkkür etdi. Baxın, bu Trump'ın 15 bəndlik ki, razılaşma tələbləri var idi. Onların arasında mən düşünmürəm ki, İranın nüvə proqramının həyatda qalması məsələsi barədə razılıq əldə oluna bilər. Oluna bilər razılıq, amma onun ləğvi barədə razılıq əldə oluna bilər. Davam etməsi deyil. İndi İsrail Livanda Hizbullaha qarşı mübarizəsini davam etdirir və kifayət qədər də irəliləyib Livan ərazisində Letoni çayının sol sahilinə yaxınlaşmaq üzrədir. Burada da əsas məqsəd Hizbullahı Letoni çayının əks istiqamətinə qədər qovmaq ki, onun zərbələri İsrail ərazisinə daha az çatsın. Hamısını mümkünsüz etmək mümkün olmayacaq. Çünki bəzi raketlərin məsafəsi kifayət qədər uzaqdır. Amma azaltmaq mümkün olacaq. Ən azından Qassam raketləri məsələn çatmayacaq. Burada da bir buffer zona yaratmaq niyyəti var. İsrail ilə razılaşmadan bu Livandakı əməliyyatları dayandırılması məncə heç ABŞ-ın da gözü çatmayacaq. Çünki bir çox məsələlərdə ortaq fikirləri olsa da Hizbullah, Həmas, Qəza məsələsində ABŞ-ın yanaşması ilə İsrailin yanaşması arasında kifayət qədər ciddi fərqlər vardı. Və yaxud da indi biz atəşkəsdən danışırıq, atəşkəs barədə tam fərqli bir məlumatlar da gəlir. Bəzi yerlərdə atəş səsləri eşidilir, bəzi yerlərdə partlayışlar var, hər iki tərəfdən söhbət gedir. Bu o deməkdir ki, hələ də atəşkəs rejiminə tam riayət olunması barədə bəhs edə bilmirik. Atəşkəsi əldə etmək bəzən çox çətin olur, amma onun pozulması üçün bir atəş, bir əskərin, bir hərbiçinin bir atəşi kifayət edir və yaxud da öldürülmüş bir əskər. Fərqi yoxdur hansı tərəfdən. Biz Vətən müharibəsi dövründə 3 dəfə atəşkəs elan elədik. Biz istəyirdik ki, diplomatik yolla Ermənistan ərazimizdən çıxsın, getsin. Zaten gücü çatmır, itkiləri artır. Amma onlar da İran kimi hər atəşkəsi ölkələrində qələbə kimi qələmə verirdilər və atəşkəsi də pozurdular. Bəzən bir neçə dəqiqə sonra, atəşkəs qüvvəyə minirdi 12-də, bir dəqiqə sonra atəş səsi gəlirdi. Biz də heç kimə məsləhət eləmədən əməliyyatlarımızı davam edirdik. Yeri gəlmişkən silahlar susub deyilmir. Hətta Times of Israel yazır ki, hazırda şiddətli atışmalar gedir, döyüşlər gedir. Yəni, görünür, razılaşmanın qüvvəyə minməsi üçün 2 gün vaxt veriblər ki, çünki İranda indi biraz fərqli vəziyyət yaranıb. İdarə etmə məntəqələri vurulub. Bir çox rabitə qovşaqları vurulub, komandanlıq arasında itkilər artıb və biz müşahidə etdiyimiz mənzərə bundan ibarət idi ki, İran müdafiəsi ocaqlara əsaslanırdı. Yəni, mərkəzi bir idarə etmə sistemi artıq mövcud deyildi. Əgər rabitə sistemi yoxdursa, əlaqə yoxdursa, hamıya böyük bir ölkə ərazisi düşünün, 1,6 milyon kvadrat kilometrdən bəhs edirik. Hər bir nöqtədə yerləşən atıcı qurğuya və yaxud da yeraltı bunkerlərə, sığınacaqlara xəbər eləmək imkanları məhdudlaşır.
İndi o daş dövrünə qayıdacaq məsələsi vardı. Çaparlarla mı xəbər eləyəcəklər? Bu da özü bir ritorik sualdır təbii ki. Hər bir halda ayın 10-una qədər gözləyək, 10-una qədər bu intensivlik tamamilə minimallaşmasa, o deməkdir ki, bundan sonraki dövrdə də atəşkəsi əldə etmək, hansısa bir razılığa gəlmək çətin olacaq. Çünki atəş dayanmasa nədən danışacaqlar ki? Danışa bilərlər, amma bu mövzu fərqli olacaq. Atəşkəs yoxdursa ərazidə, müharibənin məntiqi sonluğuna çatdırmaq üçün danışıqlar ciddi bir nəticə verməyəcək. İlk növbədə əldə olunmalı element atəşkəsdir. Yeri gəlmişkən İran tərəfi dəfələrlə elan etmişdi ki, bizə atəşkəs lazım deyil. Biz yalnız müharibənin tamamilə qurtarmasının və başqa tələblər altında razıyıq ki, nəyəsə imza ataq. İndi nə oldu tez razılaşdınız? Atəşkəsdən 10 dəfə imtina edən həmin İrandır. Müharibənin tamamilə bitməsini istəyirdi. Atəşkəsin deyil. Amma bugün ərazidə gördüyümüz fərqlidir. Ədalət bəy, təşəkkürümüzü bildiririk. Minnətdarıq studiyamıza gəldiniz.